nə deyir? Deyir, o bütün işləri yoldaşlarından əvvəl bitirmişdi. Bu cümlədə deyir, hansı sözü çıxarsa, sintaktik təhlildə heç bir dəyişiklik baş verməz. Yəni, ilk növbədə biz bunu sintaktik təhlili vəziyyətə baxaq. Nə etmişdi? Bitirmişdi. Kim o nəyi bitiribdi? İşləri bitirib, hansı işləri bitirib? Bütün işləri nə vaxt, nə zaman bitiribdi? Yoldaşlarından əvvəl bitiribdi. Mənim sintaktik təhlil sxemi nə oldu? Mübtəda, təyin, tamamlıq, zərflik və xəbər. Aha. İndi məndən istəyir ki, sxem yenə belə qalsın, buna uyğun qalsın. Bu zaman nəyə fikir verim? Mən burada dostlar əvvəli gördüm. O dəqiqə hoppandım üstünə ki, dostum, əvvəl nə ola bilir? Bu həm zaman zərfidir, zaman zərfidir. Həm də zaman mənasını bildirən qoşmadır, qoşma. Aha. İndi baxıram burada nəyə? Yoldaşlarımdan sözünü çıxarsam cümlədə nə dəyişər mənim həyatımda? Heç bir şey dəyişməyəcək. Gedən getmişdi. O bütün işləri bitirmişdi. Nə etmişdi? Bitirmişdi. Kim o nəyi bitiribdi? İşləri, hansı işləri? Bütün işləri nə vaxt bitiribdi? Aha, əvvəl bitiribdi. Yenə də zərfli olaraq qalır. Yəni, bu o deməkdir ki, uşaqlar, burada yoldaşlar sözünün getməyinə baxmayın. Yoldaşlarından sözünün. Gedən özü itirir. Bu təhlil sxemində heç nə dəyişmir. Ona görə